Salamlar, hər vaxtınız xeyir olsun. Bu gün 27 apreldə keçirilən buraxılış imtahanının sualların izahını təqdim edəcəyik. Düzdür, izahlar biraz gecikdi, amma əsas məqsəd gələn il hazırlaşacaq 9-cu siniflər üçün bir video material olsun. Demək başlayırıq 27-ci sualdan. Şəxs əvəzliklərinə aid düzgün fikirlər müəyyən edin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Yəni bunu rahatlıqla deyə bilərik. O, onlar. Həmçinin də mən, biz, sən, siz. Yəni birinci fikrimiz düzdür. 2. Bu əvəzliklərin bir qismi hallana bilmir. Bu əvəzliklərin bir qismi hallana bilmir. Yox, hər biri hallana bilər. Mənim, sənin və yaxud bizim, sizin, onun, onların, məndə, səndə, məni, səni, onu, onları rahatlıqla hallandıra bilirəm. Amma mənsubiyyətə görə dəyişməyəcək. 2. Yanlış fikirdir. 3. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Bu düzdür. 4. Cümlə yalnız mübtədası olur. Yanlış fikirdir. Nəyə görə yanlış fikirdir? Bunu təsdiqini verən bir cümlə yazaq bura. Məsələn, səni çağırdım. Kimi çağırdım? Səni. Baxın, tamamlıq. Səni çağırdım. Və yaxud, baxın, o bizdə qalacaq. O bizdə qalacaq. Harda qalacaq? Bizdə qalacaq. Bizdə nə oldu? Yer zərfliyi. Hətta zərfliyi də elədik. Burada o da mübtədadır. Yəni, yalnız mübtəda olur fikri yanlışdır. Ona görə də 4-ü çıxacaq. Mən və biz əvəzlikləri yəli halda digər əvəzliklərdən fərqli şəkildə qəbul edir. Düzdür. Məsəl üçün, biz deyirik sənin və yaxud onun, sizin, amma mən və biz əvəzliklərində in əvəzinə olacaq nə? Mənim, bizim, mənim, bizim. Bitdi, getdi. 5-ci fikir də düzdür, düzdür. Deməli, 1, 3, 5 cavabımız var elə, E variantı. Düzəltmə sözlər cərgəsini göstərin. Bizə də bunu silək. Düzəltmə sözlər cərgəsi. Kəsər, kəsərli. Sözün kəsər, kəsərli. A-da var bir söz. Arxayın, arxayınlıq. Qardaş sadə olacaq. Ad getdi. Sürməyi. Şabalıdı. Sürmə sürməyi. Olar. Sonra şabalıd, şabalıdı. Olar. Cəhrayı sadədir. Qardaşla cəhrayı sadədir. A da getdi B-də. Duman, dumanlı. Duman, dumanlı. Oxumaq sözün kökü maq, məstərdir, qrammatik şəkilçi olacaq. Leksik şəkilçi kimi işlənə bilər. Məsəl üçün, çaxmaqda işlənə bilər. Burada leksik şəkilçi götürə bilərik. Yemək saatı desək, feil kimi yox, yemək saatı. İsim kimi işlətsək, bu zaman leksik şəkilçi götürə bilərik. Bu hallarda leksik şəkilçi olar. Amma məstər olduqda qrammatik olacaq, oxumaq da getdi. Dara, daraq. Düzəltmədir, düzdür. C-də getdi. Ölç, ölçü, ölçülü, 2 leksik. Qayğı, qayğıkeş, qayğıkeşlik, 2 leksik. Bağ, bağlamaq, bağlanmaq, bağlantı. 3 leksik şəkilçi. Cavabımız olacaq D variantı. Sürmə, yenə sürməli, sədaqət, sədaqətli. Çəməndən isə dandayan çıxışlar şəkilçisi qrammatik olacaq, sadədir. Cavabımız olacaq D variantı. Sonra, havanın təmizliyi sağlamlığın birinci şərtidir. Baxın, bunu keçən videolarda da izah eləmişdik. Demək olar ki, bu imtahandakı suallar keçən ildə 3-cü zonlanımı yoxsa 4-cü zonlanımı qarışdıra bilərəm. Orada düşən suallarla demək olar ki, eynilik təşkil eləyirdi. Yəni, burada da var idi, səhv eləmirəmsə test belədir. Əlbəttə, Asiya yer kürəsinin ən böyük qitəsi idi. Orada da şərtlər düzdür, fərqli idi, amma cümlənin quruluşu baxımından, sintaktik baxımından demək olar ki, təhlili eyni idi. Yəni, o videolarımıza da baxanlar bu sualları rahatlıqla yaza bilərlərdi. Baxırıq, havanın təmizliyi sağlamlığın birinci şərtidir. Baxın, sağlamlığın birinci şərtidir. Sağlamlığın şərtidir. Üçüncü növü gördük, götürürük xəbər. Nə sağlamlığın birinci şərtidir? Havanın
təmizliyi. Yenə üçüncü növ. Mübtəda xəbər. Cümləmiz nədən ibarətdir? Bir mübtəda, bir xəbərdən. Nə istəyir bizdə? Cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Birinci tərəfim yəli-yal, ikinci tərəfimdə mənsubiyyətim. Olacaq nə? İsmi birləşmə, üçüncü öntəyin söz birləşməsi. Sadə isim deyil, söz tək olmalıdır, birləşmə olmalı deyildir. İsimləşmiş sifət yoxdur. Yenə də bu isimləşmiş sifət mövzusu düzdür, proqramdan çıxarılmışdı. Keçən dəfə də belə bir imtahanda səhv olmuşdu. Balaca söz idi o. Balaca sifəti isimləşmişdi. İmtahana salmışlar. Proqramda da sifətin isimləşməyi ilə bağlı məsələni çıxarmışdılar. Yəni suala düşməyi biraz problemli məsələ idi. Burada da feili birləşmə olmaq üçün əsas tərəfi feilin təsriflənməyən formaları ilə ifadə olunmalıdır. Anda çıxıram. Düzəltmə isim. Təmizlik düzəltmədə, amma dediyimiz kimi birləşmə ilə ifadə olunub deyə mübtədanın biz burada ismi birləşmə verəcək. Ona görə də B də getdi. Qaldı C variantı. Sonra getmək istəmirdim, ancaq o israr etdi. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Baxırıq, mən getmək istəmirdim, ancaq o israr. Tərəflər bərabər hüquqludur, bir-birindən asılı deyil. Tabesiz mürəkkəb cümlədir. Nə ilə bağlanıb? Baxırıq, görürük, ancaq qarşılaşdırma bağlayıcısı ilə. Demək, tərkib hissələri bağlayıcı ilə bağlanıb, düzdür. Və yadınızda saxlayın, bağlayıcı olmasaydı, tərkib hissəsi intonasiya ilə bağlanacaq idi. Mübtəda xəbərim var, mən istəmirdim, baxın, istəmirdim. Kim israr etdi? O. İki ayrıca, belə deyək, mübtəda xəbərimiz var. Deməli, bağlayıcı ilə bağlanıb ancaq var, bir düzdür. 2. Həmciz xəbərli sadə cümlədir. Həmciz xəbərli deyil. İstəmirdim mənə aiddir, birinci şəxsə aiddir. İsrar etdi də üçüncü şəxsə aiddir. Ona görə 2 səhvdir. Yanlışın da altında yanlış fikir olmalıdır. Tərəflər arasında bərabər hüquqluğu var, tabesi mürəkkəb cümlədir. Bu düzdür, yanlışın altında yazılmalı deyil. Ona görə də bu doğru fikirdir, götürməyəcək. Tərkib hissələrindən biri şəxsi cümlədir. Baxın, mən istəmirdim, müəyyən şəxsli, o israr etdi, o da müəyyən şəxsdir. Cavabımız olacaq nə? Bu yanlış fikirdir. Bizdən də uyğunluğu istəyirsə 1, 4. C variantı. Baxırıq, ələyim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Baxın, bitişdirici samit işlənibsə, iki formada ola bilər. Baxın, ələyim, isim olsa, mənim ələyim mənsubiyyət olsa, əl, ələmək, leksik, da leksik şəkilçi, də mənsubiyyət. Sonra baxırıq, ələyim. Baxın, bu zaman olduqda, bitişdirici olanda, əl, ələ, artıq nə olacaq? Mən ələyim olanda im olacaq şəxs sonluğu, da olacaq bitişdirici. Bu zaman bu cür olduğu halda, demək neçə oldu? Bir leksik şəkilçim oldu. Birə baxırıq, 2 leksik, bir qrammatik şəkilçidən ibarətdir. Yox, bu isim olandadır. 2 leksik, bir qrammatik. İsim olandadırsa, biri çıxırıq. Əvvəldə mənim əvəzliyi işlənə bilər, isim olanda işlənə bilər. Feil olanda, mən burada şəxs sonluğu artırmışam, mən ələyim olacaq. Ona görə də 2 də səhvdir. Təsriflənən feildir, əmr şəklindədir. Bəli, təsriflənən feildir, mən ələyim, da bitişdirici, də şəxs sonluğu, 3 düzdür. Birinci şəxsin təkində işlənib, mən ələyim, düzdür. Feili xəbərin ifadə vasitəsi ola bilər. Təsriflənən feillər feili xəbərin ifadə vasitəsi olur. Mən ələyim olacaq feili xəbər. Demək, cavabımız olacaq nə? 3, 4, 5. Baxırıq, 32. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Arazın qanlı sular. Elə Araz dedikdə heç bir dəyişiklik baş vermir. Ona görə A çıxır. Qanlı olacaq qanlı, orada dəyişir. Sonra Bəz qalası. Qalasında da bir dəyişiklik yoxdur. Babəkin əsası, ona görə də B-ni də çıxırıq. Süleymana qalmayan, Süleymanda bir dəyişiklik yoxdur. Qalmayan var, orada dəyişir. Qalmazda da bir dəyişiklik yoxdur.
Qonaqlar gələcək. Burada dəyişiklik var. Olacaq necə? Qonaqlar gələcək. Tələffüzün verəndə q x-ya çevriləcək. Qonaqlar gələcək k da x-a çevriləcək. Bitdi, getdi. Cavabımız olacaq D variantı. Kəndə çatanda şər qarışırdı. Burada da kəndə elə birinci sözdən rahatlıqla tapa bilirik onsuz da. İcbar növ feilləri müəyyən edin. İcbar növ feillər nədir? Bir subyekt digər subyektə bir işi gördürür. Baxın, qanadlandır, varlandır, dərdləndi. Bax, qanadlandır. Varlandırda düşünərəm. Amma dərdləndi də kim dərdləndi? O dərdləndi. Ona görə anı çıxırıq. Gileyləndi kim? O. Beyni çıxırıq. Sıxlaşdır. Sən sıxlaşdır. O vidalaşdı. C-ni çıxırıq. Tumarlandı. O tumarlandı. Baxdır, əyləndir. Yəni D-ni çıxırıq orada. Ütülət. Bax. Sən ütülət. Kiməsə ütülət. Mişarlat. Sən mişarlat. Möhürlət. Sən möhürlət. Bitdi, getdi. Cavabımız E variantı. Cavabımız E variantı. Sonra, hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Sabir, Orxan, Turac və Anarla danışılsın. Ümumiyyətlə, həmcins üzvlərdə ixtisar eləyərkən qoşmanın ixtisarı ola bilərdi, ola bilərdi. Sabirlə, Orxanla, Turacla və Anarla danışılsın. Və yaxud belə deyək, Tural və Orxan üçün. Tural və Orxan üçün. Kim üçün? Tural və Orxan üçün. Tural üçün, Orxan üçün. Baxın, ixtisar eləyə bilirəm. Ona görə də bağışlayın burada. Demək, Tural və Orxan üçün. Burada rahatlıqla ixtisar eləyə bilirəm. Ona görə də ada xitab kimi düşünməyimə bir gərək yoxdur. Sahib Elşən Tuğayı tədbirə dəvət etdilər. Və yenə hal şəkilçisini də ixtisar eləyə bilərəm. Ona görə B-ni də çıxıram. Aysu, Nuray və Zəhra ilə. Baxın, Aysu ilə Nuray ilə Zəhra ilə Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Kim məsləhətləşsin? O məsləhətləşsin. Burada da iləni ixtisar eləyə bilərəm deyə problem yoxdur. Akif, Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Burada bağlayıcıda ixtisar sadalanma olduqda əvvəlində sadalanma ilə verməliyəm. Ona görə burada birinci sözü xitab kimi düşünəcəm. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Düzdür, bu 9-cu sinif səviyyəsinə düşəcək bir sual deyil. Bu sualda da biraz səviyyə baxımından mənə görə bir yanlışlıq var sualın qoyuluşunda. Yəni, sırf 9-cu sinifə düşəcək bir sual deyil. Cavabımız D variantı olacaq. Akif, Vəli və Toğrul danışsınlar, onlar danışsınlar. Akif, Vəli və Toğrul. Akif, Vəli və Toğrul danışsınlar. Eyni də çıxırıq. 35. Köməkçi nisbətlərinə aid sözlərin işlənmə ardıcıllığı. Əlbəttə, dünyanı qadınlar idarə edir. Lakin tarixçilər ancaq kişilərin adını bilirlər. Və baxın, əlbəttə, rahatlıqla modal sözdür. Lakin onsuz da qarşılaşdırma bağlayıcısıdır. Özündən əvvəl vergülüm var. Ancağı yalnızdan əvəz eləyə bilirəm. Yalnız kişilərin adını çəkirlər. Rahatlıqla elədim. Ancaq da olacaq nə? Ədat. Deməli, modal söz, bağlayıcı, ədat. Modal söz, bağlayıcı, ədat. 1, 2, 4. Cavabımız D variantı. Biri ismi birləşmədir. İsmi birləşməni bilmək üçün nəyi bilmək lazımdır? Əsas tərəfim əsasən adlarla ifadə olunmalıdır. Düzdür, fe'li birləşmə də ismi birləşməyə çevrilə bilər. Bu nə zaman ola bilər? Birinci tərəfim yəli hal, ikinci tərəfimdə gərək mənsubiyyata çevrilsin. Baxın, məsəl üçün, mənim oxumağım. Hətta burada bir əlavə qeyd kimi onu verə bilərik. Burada çaşdırıcı bir sual da yarada bilərdilər. Necə yarada bilərdilər? Fe'li birləşməni həm birinci tərəfin yəliyə alın, həm də mənsubiyyətlə verib çaşdıra bilərdilər. Bəzi hallar var ki, məsəl üçün, d-üstü mənsubiyyətdə biz birinci tərəfi yəli halda versək də, ikinci tərəfi mənsubiyyətdə versək də,
Yenə də feili birləşmə olur. Bu d-üstü mənsubiyyətdədir. Bu necə olur? Baxın, mənim oxuduğum, mənim oxuduğum, mənim oxuduğum. Bu zaman mən bunu ismi birləşmə götürməyəcəm. Amma baxın, mənim oxumağımda məsdəri mənsubiyyət qəbul elədi, elədi. Və yaxud da sinifin oxuyanı. Baxın, sinifin oxuyanı. Yenə birinci d-üstü mənsubiyyət yoxdur ki? Yoxdur. Əvvəlində yəli-yalı sözüm var. Var. Mənsubiyyəti qəbul etdi, etdi. İsmi birləşməyə çevriləcək. Yəni, feili birləşmələri də ismi birləşməyə çevirə bilərik. Çevirdiyimiz zaman biz onun belə deyək də, əvvəlcədən birinci tərəfin yəli-yalı, ikinci tərəfdə mənsubiyyətə görə dəyişməsinə baxmalıyıq. Baxırıq, A-da dərs oxuyanda feili birləşmədə and-əndə. Feili bağlama ilə ifadə olunub əsas tərəfi. A-nı çıxırıq. Yaxşı oxumadan, madam bədən, yenə feili bağlama. B-ni çıxırıq. Yarışda qalib gəlmək. Yarışda qalib gəlmək. Baxın, məsdər qalib gəlmək bir yerdə, yarışda qalib gəlmək. Əvvəlinə söz artırılıb. Baxın, bir də əlavə qeydə çıxaq, haşiyəyə çıxaq. Frazoloji birləşmə, ümumiyyətlə. Mən tək versəm bunu, məsəl üçün, qulaq asmaq. Mən bunu qulaq asmaq şəklində versəm, qulaq asmaq şəklində. Bu feili birləşmə deyil. Sadəcə frazoloji birləşmədir və mürəkkəb feildir. Amma mən onun əvvəlinə bir söz artırsam, məsəl üçün, ona qulaq asmaq. Baxın, bu zaman mən birləşmə yaradacam. Birləşmənin məntiqi nədir? İki söz, ən azından iki söz birləşməlidir və iki söz də, ən az iki söz də müstəqil olmalıdır. Baxın, qulaq asmaq bir söz mürəkkəb feil, ona da əvəzlidir bir söz yenə də müstəqildir. Hər ikisi müstəqildir. Bir yerdə nə yaratdım? Məsdər tərkibi yaratdım və tərkib də feili birləşmədir. Ona görə cavabımız C-də deyil. Ellər yaraşığı, nədir ellər yaraşığı? Ellər yaraşığı. İkinci növdür. Bir tərəfi qeyri-müəyyən yəli aldadır, ikinci tərəfdə mənsubiyyət şəkilçisi. Cavabımız D variantı. Qaça-qaça gələn də əsas tərəfi feili sifətlə ifadə olunub. Ona görə də feili birləşmə olacaq. Cavabımız olacağından D variantı. Bu qədər mətn suallarının da izahı YouTube-a yerləşdiriləcək. Çox sağ olun, təşəkkürlər.